bu meyxanamı Əskərdə olan meyxanaçı qardaşım Nicat Keşiləyə həsr etmişəm. Studio Elvin Eşqin təqdim edir. Sağ-salamat gələsən qardaş, ata-ananı görəsən qardaş, sən mənim qardaşımsan Nicat, sənə görə yazıb dedi ağac. Sağ-salamat gələsən qardaş, ata-ananı görəsən qardaş, sən mənim qardaşımsan Nicat, sənə görə yazıb dedi ağac. Sensiz hayattan yorulmuşam, fikir edib xəyala dalmışam, daha mən əlbidən qayıtmışam, darıxdırıcı keçir bu həyat. Daha mən əlbidən qayıtmışam, darıxdırıcı keçir bu həyat. Görəsən mən niyə ölmürəm, dərdimi bir kəslə bölmürəm, nə danışıram, nə də ki gülmürəm, bir tək arzu edirəm ay bura. Sağ-salamat gələsən qardaş, ata-ananı görəsən qardaş, sən mənim qardaşımsan Nicat, Sənə görə yazıb dedi ağac. Dedin azad gedəcəm hərbiyə, vətən borcumu verim deyə, səni göndərdim əskərliyə, gecəni yata bilmirəm rahat. Səni göndərdim əskərliyə, gecəni yata bilmirəm rahat. Sizlə vurur hər an ürəyimiz, qoy Allah olsun köməyimiz, İgid əskərlərdir dirəyimiz, dua edir bütün cəmaat. Sağ-salamat gələsən qardaş, ata-ananı görəsən qardaş, sən mənim qardaşımsan Nicat, Sənə görə yazıb dedi ağac. Əskər həyatı çox çətindir, həm çətindir, həm də rejimdir, səhər axşamda düzülüşdir, saat 10-dur böyle yad boya. Səhər axşamda düzülüşdür, saat 10-dur belə yad boya. Gözləməkdən gözümüz saralıb, şükür Allaha vaxtın azalıb, bir il gedib 6 ay qalıb, o da keçəcək olmana rahat. Sağ-salamat gələsən